Salam dostlar, hər birinizi kanalımda salamlayıram. Gəlin baxın, görəyin 2026-cı ildə həyatınızda nə kimi dəyişikliklər olacaq? Nə kimi dəyişikliklər olacaq həyatınızda 2026-da? 3 variant qoyacağım. 1, 2, 3. Görünsün diye belə koyuram kartları kameraya düşsün diye. 3 variantlı 2026'da hayatınızda ne kimi değişiklikler olacak? Tak. Gəlin birinci variantda belə bir cücə qoyum. 2'ye belə bir mələk. Mələk energetikdir. Biraz sıçanı qoyaq, bu da energetikdir. 3 variantdır. Və mən birinci variantdan başlayayım. 2026'da həyatınızda hansı dəyişikliklər olacaq dostlar? Birinci variantdan başlayıram. Baxın, birinci variant. Çox böyük ehtimal ki, bax bu sizsiz. Görürsünüz, əhatədən sizi yönəldirlər. Ola bilər qısqandırırlar, ola bilər kimsə buz küt deyirlər, kimsə inanma deyirlər, hansısa sizi yönəldir əhatənizdəki. İli qohumdur, ili dostdur, kimsə yönəldirlər, yönəldirsiniz. Hal-hazırda belədir, siz beləsiz. Şaşırsınız, belə olmayın. Niyə yönəlirsiniz? Öz fikrinizi səhv eləsəz, özünüz eləyəcəksiniz. Səhv eləmək hər bir insanın haqqıdır. Şaşırsınızmı? Səhv eləməkdən qorxmaq lazım deyil. Səhvlər üzərində insan nələrsə öyrənir çox vaxtı. Sonra nə kimi dəyişikliklər olacaq? Ola bilər olduğunuz yerdə biraz narahatsınız, şübhələriniz var, nəsə məmnun deyilsiniz və siz hansısa addımlar atasınız. Yeni başlanğıca tərəf gedəsiniz. 100%. Çoxunuz işlə əlaqəli olasıdır. Bu maddiyyatla əlaqəli olasıdır çoxunuzda. Yeni başlanğıc, olduğunuz yerdən getmək, nəyəsə başlamaq, bir çoxunuz qərarlısınız. Bax, belə bir çox böyük ehtimal ki, hansısa ideyalarınız var. Daha çox burada maddiyyat da var, amma sevgi ilə əlaqəli lazım deyil. Özünüz yönəlməyin heç nəyə. İnanın, kimsə sizə nəsə deyirsə inanın. Başa dəyişikliklər olacaq ki, nəyəsə başlayacaqsınız. Ola bilər kimlərlənsə bir yerdə işləyəcəksiniz. Başa düşdünüz? Bax, bəzilərinizdə bu olacaq. Bəzilərinizdə daha çox maddi və yaradıcılıqla əlaqəli yeniliklər həyatınızda olacaq. Yaxşı mənada. Tək görmürəm sizi. İkinci variant. Çox belə güclü insan. İkinci variant tutanların çoxsu güclü insanlar. Düzdür, həyatda çox şey görmürsünüz. Həyat sizi güclü eləyibdir. Bəzən lazım gələndə kobudda olursunuz, görürəm. Və qərarları verəndə də hisslərlə yox, ağılla verirsiniz. Qələbə çalmaq, udmaq sizin üçün vacibdir. Bu 2026-cı ildə nələr olacaq? Mən sizə belə bir şey deyim burada. Bəziləriniz nəsə imtahanla əlaqəli yaxşı olmalıdır, imtahan mövzuları varsa. Nədəsə qələbə çalarsınız. Nədəsə udacaqsınız. Qələbə çalacaqsınız. Mütləqdir bu. Hansısa bir imtahandan keçəsiniz. Həyat imtahanı da ola bilər. Başa düşdünüz? Gözləyib durduğunuz bir şeydir bu nədirsə. Qələbə çalarsınız nədəsə. Hərəniz fərqli şeylərdədir. Amma qələbə çalacaqsınız nədəsə. Yəni yaxşı olacaq. İliniz uğurlu olar inşallah. Üçüncü variant. Burada stabildir. Hər şey stabildir. Bir çoxunuzda burada uşaq olacaq. Bir çoxunuzun uşaq problemləri həll olunasıdır. Uşaq arzulayanların uşağı olasıdır. 100%, %100. Və stabil həyat gözləyir sizi burada. Burada stabildir həyat. İrəliləyişlər olasıdır. Daha çox artım olacaq. Artım. İli uşaqdır. İli nəsə ruzi bərəkətdir. Artım olmalıdır 100% dostlar. Üçüncü variant. Bax belə. 2026'da kartlar sizə bunu göstərir dostlar. Və hər birinizə də uğurlar arzulayıram. 2026'da bütün arzularınız həyata geçsin dostlar. Çox sağ olun.